Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Əli Kərimlinin evində hüquq mühafizə orqanları tərəfindən axtarış aparıldığı bildirilir. Qlobal İnfo xəbər verir ki, bu barədə partiya fəalları sosial mediada məlumat yayıb. Həmçinin Əli Kərimlinin müşaviri Məmməd İbrahimin də evində axtarış aparıldığı qeyd olunur. Hüquq mühafizə orqanlarından məlumatı Teleqrafa təsdiqləyiblər. Qafqaz İnfonun xəbərinə görə AXCP sədrinin evindəki axtarış Ramiz Mehdiyevin Dövlət Təhlükəsizliyi Xidmətində istintaq olunan cinayət işi ilə əlaqədardır. Qlobal İnfo'nun əldə etdiyi məlumata görə Əli Kərimli saxlanılıb. Qeyd edək ki, daha öncə Ramiz Mehdiyevin Rusiyaya ünvanladığı məktubda yaratmaq istədiyi Dövlət Şurası üçün 50 nəfərlik siyahı təqdim etdiyinə dair məlumat yayılmışdı. Bildirilirdi ki, AXCP sədri Əli Kərimli və Milli Şuranın üzvü Gültəkin Hacıbəyli Mehdiyevin sözügedən siyahısındakı əsas adamlardır. Sonrakı proseslərdə isə AXCP və Müsavat Partiyasının bağlanmasına dair müzakirələr aparıldı. Gözlənilir ki, Əli Kərimlinin saxlanılmasından sonra onun rəhbərlik etdiyi partiyada rəsmi şəkildə ləğv olunsun. Əziz izləyicilər, xəbərlərdən məlumat əldə etmək üçün kanalımıza abunə ola bilərsiniz.